آل محمد. الحمد لله الذي لا يبلغ مدحته القائلون ولا يحصى نعماءه الآتون ولا يؤدي حقه المجتهدون الذي لا يدركه بعد الهمم ولا يناله غوص الفتن ثم الصلاة والسلام على سيدنا ونبينا ومولانا أبي القاسم محمد. اللهم صل على محمد وعلى أهل بيته الطيبين الطاهرين المعصومين المنتجبين المنتخبين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. أما بعد فبسم الله وبالله ثم بذكر ولي الله. اللهم كن لوليك حجة ابن الحسن صلواتك عليه وعلى آبائه في هذه الساعة وفي كل ساعة وليا وحافظا وقائدا وناصرا ودليلا معينا حتى تسكنه أرضك طوعا وتمتعه فيها طويلا برحمتك يا أرحم الراحمين. اللهم صل على محمد. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuh. Muhterem müminler, Allah her gününüzü hoş qərar versin, cümləmiz mübarək. Allah gələn günlərinizi xeyrə çevirsin inşallah Teala. Mövzumuz inşallah dinin mahiyyəti və həyatın qurulmasındakı rolu haqqındadır. Müteal Allah Bəqərə surəsinin 62-ci ayəsində buyurur: şübhəsiz ki, möminlər, ha belə Yəhudi, Nəsrani və Sabeylərdən Allaha və axirət gününə iman gətirənlərin və yaxşı iş görənlərin mükafatı öz Rəbbi yanındadır. Onlar üçün heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. Və yaxud həmçinin Ali İmran surəsi ayə 19-da müteal Allah buyurur: həqiqətən Allah yanında haqq din İslamdır. Kitab verilənlər ancaq özlərinə elm gəldikdən sonra ixtilafa düşdülər. Kim Allahın ayələrinə küfr edərsə, bilsin ki, Allah tez haqq hesab çəkəndir. Dəyərli işlənlər, gözəl insanlar, möhtərəm ayələr, möminlər, İslam dini yalnız ahireti qazanmağı deyil, bu dünyada da mənalı və ədalətli həyat qurmağı öyrədir. Bu dinin əsas hədəfi nəfsin tərbiyəsi, ruhun paklanması və cəmiyyətin islahıdır. Bu xüsusda Qur'an-ı Kərimdə çoxlu ayələr var, hansı ki, dinin mahiyyətini və insan həyatındakı rolunu izah edir. Bir neçə ayə və hədisləri mən qulluğunuza çatdıracağım. İnşallah siz də telefondan çıxıb mənə qulaq asmaq şərti ilə. Şəms surəsinin 9-cu, 10-cu ayələrində buyurur ki, həqiqətən nəfsini günahlardan təmizləyən nicat tapdı, onu günahlarla çirkləndirən isə ziyana uğradı. Bu ayə aydın şəkildə göstərir ki, insan həyatının mərkəzində təzkiyə-i nəfs, yəni nəfsi tərbiyə eləmək dayanır. Din də bu tərbiyənin sistemli yoludur. Yəni, din insana həyat yolu göstərmək üçün nazil olur. Və ya müteal Allah İsra surəsinin 9-cu ayəsində buyurun, həqiqətən bu Qur'an insanı ən doğru və ən möhkəm yola yönəldir. Bəli, Qur'an yalnız ibadət qanunlarından ibarət deyil. Yəni, yalnız ibadət qanunlarından ibarət deyil. Həmçinin doğru, sağlam və balanslı həyat yolunu insana təqdim edir. Bu kamil ilahi sistem ədalət və düzən yaratmaqdan ötürü nazil olunub. Hədid surəsinin 25-ci ayəsində müteal Allah buyurur ki, həqiqətən biz peyğəmbərlərimizi açıq dəlillərlə göndərdik. Onlarla birlikdə kitab və tərəzi endirdik, meyar endirdik ki, insanlar ədalətlə davransınlar.
Bu ayə onu çatdırır ki, din təkcə şəxsi əxlaq deyil. Bəlkə onun daha mühüm hissəsi ictimai əxlaq və ədalət prinsipidir. Bu dinin hədəfləri ali və müqəddəsdir. Çünki insanları məsuliyyətli və məqsədli yaşamağa çağırır. Müminun surəsinin 115-ci ayəsində mütəal Allah buyurur ki, siz elə güman edirsiniz ki, sizi əbəs yerə yaratdıq və siz bizə tərəf çağırılmayacaqsınız. Mən, möhtərəm əzizlər, həmişə fəxrlə deyirəm, dəfələrlə də işlədirəm ki, İslam dini həyatın bütün sahələrini əhatə edir. Bu din bu qədər möhtəşəm və kamildir. Yəni, insan kör olar bu dinin bu cünnə tərəflərinə fikir vermiyor ki, bu İslam dini yeganə dindir ki, bunu əgər bir adam ixtira edibsə, bir insan oturub fikirləşibsə, bu mümkün olan bir şey deyil də. Yəni, elə bir sahə yoxdur ki, siz yaxşı dərindən düşünsəz, elə bir sahə yoxdur ki, din orada müzakirəsi olmasın, sözü olmasın, üzə kamil formada. Elə bir sahə, mövzu və məsələ yoxdur. Dinimiz kamil surətdə hər məsələdə çıxış edib. Ən'am surəsinin 162-ci ayəsində mütəal Allah buyurur ki, de, həqiqətən mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də, aləmlərin Rəbbi olan Allaha məxsusdur. Bu ayədə mesaj var. Yəni, din yalnız və yalnız məsciddə və ibadətdə deyil, bütün həyatda hökmran olmaq mesajı verir bu ayə. Peyğəmbər sallallahu aleyhi və səlləm və Əhl-i Beyt əleyhissalam dini insanın əxlaqi, ibadəti, hüquq və ictimai davranışlarını əhatə edən bir sistem kimi təqdim ediblər. Peyğəmbər birinci başda olmaqla, sonra da Əhl-i Beyt əleyhissalam bunu bizə daim təqdim ediblər. Peyğəmbər sallallahu aleyhi və səlləm kəlamlarının birində buyurur, din nəsihətdir. Soruşdular, kimə ey Allahın rəsulu, kimə nəsihətdir? Buyurdu Allaha, onun rəsuluna, dində olan imamlara və bütün müsəlman cəmiyyətinə nəsihətdir. Bihar-ül var, cildi 27, səhifə 67. Yəni, din yalnız ibadətlərdən ibarət deyil. Niyyət, ixlas və qarşılıqlı doğru münasibət də bu dinin təməlləridir. İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, baxız, əmanəti olmayanın imanı yoxdur. Əmanət mövzusu özü dərin mövzulardandır. Hələ bunun maddi tərəfi var, bir də mənəvi tərəfi var. İndi hələ tutalım, maddi tərəfindən söhbət edir. Təbii ki, mənəvi tərəfi də mühümdür. Can, məsələn, tutalım, namaz əmanətdir möminlər. Namaz əmanətdir, Qur'an əmanətdir, Əhl-i Beyt əmanətdir. Bunlar mənəvi və əsas dayaq prinsipləridir. Amma maddi cəhətdən də əmanət bəhsi var. Sən kimdənsə nəsə mal götürürsən, onu göz bəbəyin kimi məsələn qoruyub ona qaytarmalısan. Buyurur ki, əmanəti olmayanın imanı yoxdur. Əhdinə vəfası olmayanın dini yoxdur. Rükû və səcdəsini kamil yerinə yetirməyən isə namazı yoxdur. Bihar-ül var, cild 69, səhifə 198. Bu mübarək kəlam göstərir ki, dəyərli möminlər, dinin həqiqiliyi əməl və əxlaqla sübut olunur. Təkcə inam deyil, rəftar da bura daxildir, əməl və davranış dinin göstəricisidir. Başqa bir dənə möhtərəm hədisində buyurur ağa İmam Cəfər Sadiq əleyhissalam, dində fəqih olun. Baxız, dində fəqih olun, yəni dərin anlayışa, dərin düşüncəyə sahib olun. İslam dini dərin düşüncəli olmağı bizdən tələb edir. Bunun ilk kəlamı oxudur. Buyurur ağa, dində fəqih olun, dərin düşüncəyə, dərin anlayışa sahib olun. Oxuyun, öyrənin. Çünki sizdən kim dində dərin anlayışa sahib deyilsə, o bədəvidir. Bədəvi yəni nadandır. O insan nadandır. Bilirsiniz niyə? Başqasının əlində oymağa çevirirlər. Başqasının əlində alətə çevirirlər. Ümumiyyətlə, bir möhtərəm kəlamdır ki, çox ki, Əhl-i Beyt əleyhissalama bağlanır. Ağılsız insan münafiqin əlində alətdən başqa bir şey. Har istəyət çevirər. Allah, İmam Sadiq əleyhissalam davam edir. O söz Quran ayəsidir. Dində fəqih olun sözü. Allah öz kitabında buyurur, dində dərin anlayışa sahib olsunlar və öz qövmlərinə qayıtdıqda onları xəbərdar eləsinlər. Bəlkə qorxub çəkinələr. Yəni, qövmlərinə qayıtdıqda, yəni getsinlər, oxusunlar, alim olsunlar, dində dərin anlayışa sahib olsunlar, gəlsinlər, öz qövmlərini qorxutsunlar, çəkindirsinlər ki, bu ayə də özü Tövbə 122, hədisin özü də Əl-Kafi cildi 1, səhifə 31-də idi. Bu hədis bəyan edir ki, din yalnız elm və bilgi ilə qoruna bilər. Elmlə qoruna bilər, başqa şeylə qoruna bilməz. Aradan gedər, laxlayar. Həzrət Əli əleyhissalam buyurur ki, din yalnız ağıl ilə islah edilə bilər. Qurarul hikəm,
Hədis 1214. Peyğəmbər buyurur sallallahu aleyhi və səlləm, insanın dayağı onun ağlıdır, ağlı olmayanın dini də yoxdur. Bir hallən var, cild 1, səhifə 94. Bəs dəyərli möminlər, yəni din kör-körana təqlid deyil. Deyil din, kör-körana təqlid deyil. Din ağıl üstündə bərpa olub, elm üstündə bərpa olub. Belə deyil, din boş-boşuna deyil, nağıl deyil, xurafat deyil, məfhumat deyil. Tamam əqlə söykənmiş bir məsələdir. Ağıl və şuurla yaşanmalı olan bir sistemdir din. Din bundan ibarətdir. İmam Cəfər Sadiq əleyhissalam buyurur, bir kişinin, gör nə gözəl hədisdir bu, bir kişinin uzun rükû və səcdəsinə baxmayın. İmam Cəfər Sadiq əleyhissalam demir, uzun rükû eləməyin, uzun səcdə etməyin. Amma insanı tanımaqdan ötürü onun uzun rükûsuna aldanma. Uzun səcdəsinə aldanma. Bununla təyin eləmə. Meyarın bu olmasın. Başa düşürsünüz nə demək istəyirəm? Bu demir ki, səcdədə çox qalma, rüküdə çox qalma. Deyir, insanların yaxşını pisdən ayırmaqdan ötürü meyarın bu olmasın. Rüküdə çox qalır, yaxşı adamdır, pak adamdır, müqəddəs adamdır. Səcdədə çox edir, alnında qəbər izi var. Bu yaxşı insandır. Belə şey yoxdur. Bununla İbn-i Mülcəm qəbərini kəsib bıçaqla. O qədər namaz qılan idi. İmam qatilidir. Allahın xəlifəsinin qatilidir. İblisdən bədtərdir. Baxın, buyurur, bir kişinin uzun rükû və səcdəsinə baxmayın. Çünki bu ona adət etdiyindəndir. Bunu tərk eləsə, özünü qəribə hiss edir. Bunu tərk eləsə, özünü qəribə hiss edir. Yəni, o qədər adət eləyib, hətta münafiqdir belə. O qədər adət edib bu, nifaq üzündən, riyakarlıq üzündən çoxlu rükû və səcdədə qalmağa, məqsədinə görə. Amma adət eləyib, hətta ona belə onu tərk eləmək qəribə gələr. O gün baxıram edir, uzun illərin ateistiyəm, amma deyir, cənabət qüsl almağı heç vaxt tərk elə bilmirəm. Yəni, canıma oturub da, bildin, ata-anası müsəlman olub, gəlib, bu canında mələki olub da, adətgərdə olub. Diqqət edirsiniz. Deyir, uzun rükûsuna və uzun səcdəsinə baxmayın. Siz onun doğru danışmasına, yalancı olmasın, sadiq olsun. Çünki yalan danışan iki şəxsiyyətli adamdır. Bir adam ümumiyyətlə özünə ehtiram edən adam iki şəxsiyyətli olmağı heç cürə qəbul edə bilməz. Məndə iki üz var. Məndə iki yön var, məndə iki tərəf var. Mən bir beləyəm, gah beləyəm, gah beləyəm. Özünə bir qədər ehtiram olan bunu bəyənməz. İmam buyurur ki, siz onun doğru danışmağına baxın və əmanətini yerinə yetirməsinə baxın. Bu iki meyar xüsusidir. Şəxsiyyəti təyin edəcək. Qiymətli şəxsdir, dəyərli şəxsdir, önəmli şəxsdir, nə bilim, dayaqları möhkəmdir, sütunu möhkəmdir. Bu iki şeylə seçiləcək. Doğru danışmaq və əmanətə xəyanət etməmək. Əmanət mövzusunda həssas olmağı ilə. Kafi cildəki səhifə 105. Bəs bu qədər ayə və hədisdən ki, oxudum qulluğuza, bu nəticəyə gəlirik ki, din sadəcə inanc və ibadət deyil, ay cəmaat. Bəlkə həm də öyüd, nəsihət, əxlaq, davranış, ağıl, düşüncə, əmanət və doğruluq, İslam, imamət və vilayət mənaları daşıyır özündə. Din budur. Din bunların məcmusudur. Din bu məfhumları özündə ehtiva edən bir kamil sistemdir. Din bundan ibarət. Din yəni budur. Bunlar hamısı olmalıdır orada. Dindar deyildikdə bunlar nəzərdə tutulur. Bu adam əmanətdardır demək. Dindardır deyəndə bu adam əxlaqlıdır demək. Dindardır, yaxşı namaz qılandır, elm yəhəsidir. Düşüncəsi möhtəşəm və gözəldir. Bax, budur, əmanətdardır, doğru danışandır. Dindar bu deməkdir. Dinin mahiyyəti bundan ibarətdir, yəni, dəyərli əzizlər. Deməli, din fərdləri mənəvi, əxlaqi və sosial baxımdan neyinir? Nizama salır, gözəl nizama salır, nurani bir nizama salır. Həmçinin cəmiyyətin ədalətli, sabit və birlik içində olmasını təmin eləyir. Din eləyir. Axı, din qardaşlıq istəyir, din, nə bilim, yola vermə istəyir, mehribançılıq istəyir, şirin dillik istəyir. Yəni ki, bunlar gözəl əxlaqın nümunələridir. Nəticəsi nə olacaq? Cəmiyyətlər bir-birinə qəşəng danışacaqlar, qəşəng mehriban olacaqlar, gəliş-gedişləri olacaq, bir-birlərini tərk etməyəcəklər, xeyr və şərlərində bir-birlərinin yanında olacaqlar, nə bilim, ehtiyaclarını bir-birlərini ödəyəcəklər və s. İnsanları normal həyata sövq edən və
toplumu nizamlayan şübhəsiz ki, dindir dəyərli əzizlər. Dindən məhrum qalmış insanlardan meydana gələn cəmiyyətlər uzun müddət yaşaya bilməz. Dəyərli əzizlər, qəşəng qulaq asın. Bu həqiqətə tarix özü şahiddir. Baxın, Alman filosof var bir dənə, Max Müller yazır ki, ibadət etmə inancı və kiməsə, nəyəsə inanmaq insanla qardaşdır. Max Müllerdir, Alman filosofu. Vəhşi və mədəni qövmlərdə, hətta mağaralarda, heyvani həyatı yaşayanlarda da bu ehtiyac var. Yəni, din insan yaranandan ondan var. Geriyə doğru nə qədər getsək, dinsiz bir millətin yaşadığını görmərik. Dinsiz bir millətin yaşadığını görmərik. Qədim Yunan filosofu Plutarx yazır, dünyanı gəzib dolaşın. Divarsız, ədəbiyyatsız, qanunsuz və sərvətsiz şəhərlər görəcəksiniz, ancaq məbədsiz və məbudsuz şəhər görməyəcəksiniz. Bütün nöqtələrdə, yəni din olub, həmişə olub, olur, olacaq. Dəyərli əzizlər, yaşadığımız əsrdə, baxınız, elmi, mədəni, iqtisadi və sosial inkişafımız hansı həddə yüksəkliklərə qalxsa da, nə qədər uca olur olsun, inkişaf, sivilizasiya və irəliyə nə qədər böyük addımlar atsaq da, bizi bir neçə sual heç vaxt tərk eləməyəcək. Həmişə içimizdə bu suallar olacaq. Biz nə üçün və nə məqsədlə yaradıldıq, dünyaya gəldik, var olduq? Bizim hüquq, vəzifə və məsuliyyətimiz nədən ibarətdir? Baxınız, bu suallar vicdandan doğan suallardır, fitridir və gec-tez insanı öz dininə qaytarmağa məcbur edir. Çünki yaranandan bu səndən yaranır, bu suallara cavab axtarmaq. İnsan yaranandan kiməm, hardan gəlmişəm, niyə gəlmişəm, nəyə görə varam, varlığımın mahiyyəti nədir, kim məni düzdü qoşdu bu sistemli formada ki, heç bir problemim yoxdur, heç bir çatışmazlığım yoxdur. Bu suallar vadar edir, çünki vicdandan qaynaqlanır, fitridir insanı sahibini axtarmağa, yəsini axtarmağa, xaliqini axtarmağa. Nəhayət inanca tərəf aparır. İndi düz tapacaq, səhv tapacaq, o bizim mövzumuz deyil. Biz ümumi dindən danışırıq. Din anlayışından və dinin mahiyyətindən söhbət edirik. Filosof Henry Bergson yazır, elmdən, sənətdən və fəlsəfədən uzaq insan toplumları var və həmişə olacaq. Amma heç vaxt dinsiz bir toplumun olduğunu görünməyib. Sənətdən uzaqdır, elmdən uzaqdır, fəlsəfədən uzaqdır, filan şeylərdən uzaqdır. Amma dinsiz cəmiyyət yoxdur. Baxınız, bu o deməkdir ki, din insanla birgə yaranıb. Tarixin hansı dövrünə baxılsın, dinsiz insana rast gəlinsə də, dinsiz cəmiyyətə rast gəlinməyib. Ki, bütün cəmiyyət dinsiz olsun. Diqqət buyurursunuz, bütün cəmiyyət. Mən batil, haqq, hələ ayır seçkiliyini eləmirəm. Yəni, həmişə dinsiz cəmiyyət, heç vaxt dinsiz cəmiyyət olmuyor. Bəli, dinsiz insanlar olublar, fərdilər olub, amma cəmiyyət heç vaxt dinsiz cəmiyyət olmuyor ki, məsələn, filan şəhər hamısı heç nəyə ibadət eləməyiblər, heç nəyə qəbul eləməyiblər, heç bir tanrı, Allah anlayışına sahib olmayıblar, hətta müşrik olsalar belə bir qövm tapılmır. Bütün tarixlərdə bu belədir. Yəni, din insanla yaranan bir məsələdir. İnsan hər dövrdə daha qüvvətli bir qüdrətə yönəlməyin, sığınmağın vacibliyini hiss edib, içindən gəlib bu və birini tapıb ona ibadət edib. Din həmişə olub. Batil, yenə deyirəm, haqq, ayrımı etmədən deyirəm. Biri çıxıb, məsələn, göy Allahı deyib. Biri çıxıb, məsələn, ildırımı Allah deyib. Biri çıxıb, təbiət Allahı. Nə bilim, əkin Allaha. Axır ki, olub da həmişə olub. Çünki içində din, Allah axtarma, bir böyük qüdrətə sığınma ehtiyacı olub insanın. Ona görə həmişə din olub. Bir salavat deyə Peyğəmbərə. Allahümmə salli ala Muhammed. Dəyərli işlənlər, din insanlara hidayət yollarını göstərir. Ancaq heç kim dini qəbul etməyə məcbur edilə bilməz. Bu, Allahın ayədir. Ayəsidir, dində məcburiyyət yoxdur, ayəsinin mənası elə bundan ibarətdir. Dinin qəbulu xüsusunda insanlar tamamilə sərbəstdirlər, tamamilə azaddılar. Biz insanları deyir, Allah Quran-ı Kərimdə deyir, öz yolumuza hidayət elədi, imma şakirə, imma kəfura. Kim gələr düzü tapar, kim gələr küfr edər. Biz dəvət elədik, hidayət elədik. Lakin dini qəbul edən şəxs var, onun qanunları yerinə yetirməmə haqqı yoxdur. Ki, artıq qəbul elədi dini,
Dini qəbul edir, daxil oldu dinin içinə. Bu qanunları yerinə yetirməyənlər Allaha verdikləri sözə xəyanət etmiş olurlar. Dindəki cəza tədbirləri də dinin özündəki cəza tədbirləri də buna görədir. Bəziləri buna başqa don geyindirmək üçün dində məcburiyyət yoxdur desələr də, bu sözün heç bir əsası yoxdur. Bununla heç bir bəndənin üzərindən heç bir məsuliyyət götürülmür. Həqiqət budur ki, cəzaya layiq olanlara cəza vermək ədalətsizlik deyil. Yəni bunu kimsə belə də çatdırmaq istəsə belə deyir. Mütəal Allah Nəhl surəsinin 90-cı ayəsində buyurur, həqiqətən Allah ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara haqqını verməyi əmr edir, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edir. Qanunlar tətbiq elədir. Qadağa var və icazələr var. İndi bu qaydaların cəmiyyətdə pozulmamasından ötürü bir sıra addımlar atılıb. Qanunları qoydu, filanları et, filanları etmə. İndi bu qanunlar istəmir pozulsun cəmiyyətdə. Bunun üçün nələrsə etməlidir də, bir sıra addımlar atılmalıdır. İlk növbədə insanları yaxşılıqlara çəkmək üçün təşviq və təbliğdən istifadə edir din. Müjdə verir, mükafatları önə çəkir. Yaxşı işlər görəcəksən, bunun əvəzinə sənə filan şeyləri verəcəyəm. Düzdürmü? Önə çəkir. Təşviq edir. Nə bilim, gözəlliklər olduğu halda pisliklərin yerinə yetirməyin mənası nədir? Bunu sənə aşılamağa çalışır. Ki, yaxşı şeylər olduğu halda niyə pis işləri görəsən? Təşviq edir. Nə qədər? Artıq bununla islah ola bilməyən cəmiyyət üçün artıq qorxu və cəza tətbiq edir. Ki, bu cəza və qorxuların nəticəsində bu filan pis işləri insanlar neynəsinlər? Tərk eləsinlər. Yəni, cəzanı da rəhmətindən tətbiq edir ki, bu işləri icra etməyin, fəsad törətməyin, qan tökməyin, oğurluq eləməyin, yalan danışmayın. Bunun müqabilində cəza tətbiq edir. Zina etməyin. Bizim sağlam beynimiz, sağlam fitrətimiz pis şeyi onsuz da qəbul eləmir. Pis şey özü qəbul eləmir. O ki, inatkarlıq eləyir, inatkarlıq. Onun ucbatından gəlir müharibə edir ki, niyə dində məcburiyyət var? Dində məcburiyyət, yenə deyirəm, dinə daxil olmaqda məcburiyyət yoxdur. Amma dinə daxil olduğunu dedim, mən bu dinə mənsubam. Ya o yanlıq oldu, ya bu yanlıq oldu. Bunun da qanun qaydaları var. Bunun qanun qaydaları var ki, bunu eləmə də, zina etmə. Zina etmə, öz başına gəlməsin. Hər cürə çatdırır. Zina edəcəksən, öz başına gələcək. Tövbə eləsən heç. İxlasla tövbə eləsən heç. Əlbəttə ki, Allah rəhmur rahimindir, peşman. Amma etmə də, etmə, bu günahların cəzasını da görmə. Başqa əməl həmçinin eləmə. Fırlanıb axır insanın özünə qayda elə. Bu belədir. Bu belədir. Allah hamımızı islah eləsin. Dinin sosial birliyi təşviq eləməsi cəmiyyətin sabitliyi və amanlığından ötürüdür. Dəyərli möhtərəmlər. Tövbə eləyən və iman gətirənlərin çoxluğu ilə cəmiyyət Allaha yaxınlaşır. Düz deyil? Cəmiyyət Allaha yaxınlaşır. Rəhmət və mükafatlarla mükafatlandırır. Bu da o deməkdir ki, cəmiyyətin dinə səmimi bağlılığı, bax, səmimi bağlılığı onun müsbət nəticələrini, Allahın lütf və mükafatlarını özünə tərəf cəlb edir. Möhtərəm eşidənlər. Həmçinin cəmiyyətin dindən qaynaqlanan qorxu və itaəti onun dini olan münasibətini və nəticədə dinin möhkəmlənməsini göstərir. Təhrim surəsinin 8-ci ayəsində mütəal Allah buyurur, ey iman gətirənlər, Allaha səmimi qəlbdən tövbə eləyin. Ola bilsin ki, Rəbbiniz günahlarınızın üstünü örtsün və sizi altından çaylar axan cənnətlərə daxil eləsin. İslama görə doğrunu və yanlışı, haqq olanla batil olanı ayırmaq çox əsas şərtdir. Furqan deyilir buna. Bu mühüm bir şərtdir. Yaxşını pisdən ayırmaq, doğrunu nahaqdan ayırmaq. Çünki haqq din ilahi bir tərbiyə qanunudur. Bu qanunu peyğəmbərlər Allahdan vəhiy yolu ilə alıb və insanlara nə edirlər? Təbliğ edirlər. Bu halda dinin sahibi Allahdır və insanlar dini yarada bilməzlər. İslama görə insanlığın ilk dini Tohid dinidir. İnsanlığın ilk dini. Dini göndərən də uca Allah təbarəkə və Teala'dır. Allah Teala kainatı, insanı, varlıq aləmini yaradıb, kitablar və peyğəmbərlər göndərib, bütün insanları bir kişi və bir qadınla yaradıb, Həzrəti Adəmə hər şeyin adını öyrədib və ilk peyğəmbər olaraq göndərib. Yəni ilk insan ilk peyğəmbərdir.
İlk alimdir. Diqqət edirsiniz, bu nə önəmli bir mövzudur. Allah təbarək və təala insanı yaradıb, atmayıb. Hər zamanla öyrənəcək, yavaş-yavaş biləcək bu nədir, bu nədir, o nədir. Bunu eləmək olar, bunu eləmək olmaz. Bu ziyandır, bu pislik. Elə eləməyib. Allah alim yaradıb. Yaxşını pisi bilən yaradıb. Alim. İlk insan alimdir. İlk insan peyğəmbərdir, elmlərin fövqündədir. Hər şeyin adını və əlləməl əsmaə kullaha. Hamısını öyrədib Həzrəti Adəm əleyhissalama, adları öyrədib, isimlərini öyrədib. Yəni ən azından yaşayacağı illər ərzində hər şeyin nəyin nədən ibarət olduğunu bilib. Bilib nəyi necə eləmək lazımdır, alim olaraq yaradıb. İlk şəhər salan, ilk paltar tikən kimdir bunlar? Peyğəmbərlərdirlər. İdris, Şis əleyhissalam ilk paltar tikəndir. Adəm əleyhissalamın oğludur da. İlk paltar tikəndir. Yəni alim olaraq yaradıb Allah təbarək və təala bunları. Həzrəti Adəm Allahdan aldığı vəhiy və ilhamla öz dövründə olanları da doğru yola çəkib. Zaman keçdikcə bu insanlar tohid əsaslarını unudub, tohiddən çıxıblar. Allahdan başqa şeylərə, təbiət qüvvələrinə, nə bilim, öz əlləri ilə düzəltdikləri şeylərə, bütlərə sitayiş ediblər zaman keçdikcə. Onlar Allaha şərik qoşmağa yönəldikcə Allah da peyğəmbərlər göndərib ki, təzədən bunları islah eləsin. Mütəal Allah insana özünü tapması üçün, sən kimsən və həqiqəti başa düşməsi üçün nə verib? Ağıl əta edib. Qiymətli bir gövhər, misli bərabəri yoxdur. Ağıl, Allahın əzəmət, özünün ehtiram etdiyi bir qüvvə. Ki, özünün əmr etdiyi yolda yeriməsi üçün ona iradə verib insanlara. Yanıldığında yolunu düzəltməsi üçün ona meyar və ölçülər verib insana. Və nəhayət insanı yer üzündə özünə nə qərar verib? Xəlifə qərar verib. İnni cailun fil ərdi xəlifə. Mən yer üzündə xəlifə qərar verirəm. Ərzə xidmət olsun. Allah təbarək və təala özünə xəlifə edir insanı. Gör, xilafətullah məqamına sahib olacaq bir dəyərləri özündə daşıyır insan. Hara aparır özünü, nə qoyur özünü, baxışları ilə, addımları ilə, əməlləri ilə, davranışları ilə ki, düşür, enir, tənəzzül edir, heyvandan da aşağı gedir, özünü çatdırır. Heyvandan da. Ulaikə kəl'ən'am bəlhum əzəl. Onlar 4 ayaqlı kimidir, bəlkə ondan da aşağıdırlar. Hansı ki, xilafətullah məqamında yaradıb özünə, özünə xəlifə edərək yaradıb. Şah əsəridir mütəal Allahın insan. Yəni bunu qorusun, saxlasın bu dərəcələri. Xüsusən də elmi və idraki ilə, təfəkkürü ilə, düşüncəsi ilə, sağlam düşüncəyə sahib olsun. Ondan sonra insanların xeyrinə yetişsin, insanların pisliyin istəməsin, paxıl olmasın, həsud olmasın, ondan sonra qəlbi nankör olmasın, doğru danışan olsun, əmanətlərə xəyanət eləməsin. Beləliklə gör nə gözəl cəmiyyətin təməli atılmış olur və cəmiyyətlərin biri digərinə necə nurani və möhtərəm şəkildə yaşamasına səbəb olur. Bəs Xudavənd mütəalın bizim üçün göndərdiyi dini gərək dərindən belə və mahiyyətini anlayaq ki, bu din gözəlliklərdən başqa bir şey deyil. Allah təbarək və təala bizi dinimizdə düzgün, dərin anlayışa sahib olanlardan və dinini gözəl şəkildə yaşayanlardan qərar versin inşallah. Bismillahirrahmanirrahim. Allahümme kun li veliyyikel Hüccet ibnil Hasan salavatuke aleyhi ve ala abaih fi hadihi saati ve fi kulli sae veliyen ve hafiden ve qaiden ve nasiran ve delilen ve aynen hatta tuskinnehu ardake tav'a ve tumetti'ahu fiha tavila rahmetke ya erhamer rahimin. Allahümme salli ala Muhammedin ve ali Muhammed.